Və qəribə səslənən bir səhifəm də var. Samıqlı olmayan Samıqlılar. Bu səhifəmdə Namazov Elmədindən və Musayev Ayxanla danışıram. Kərimi də bura əlavə edərdim. Bu üç gəncin heç birinin Samıqla əlaqəsi yoxdur. Bu uşaqlar Gəncədə doğulub, böyüyüb, oxuyublar. Lakin Samıqda qeydiyyatda olduqları üçün buradan döyüş meydanına yollanıblar. Bir şəhid kimi xəbərlər də məhz bura gəlibdi. Amma heç bir fərqi yoxdur. Bütün şəhidlərə qəlbimizdə yer var. Bütün şəhidlər kimi onlar da bizim ürəyimizdədirlər və biz onlarla qürur duyuruq. Özünüzdə təqdim edirsiniz. Samuşehir Salim Əkbər müəllim, Ələkbər Asiri. Oğlum çox gözəl danışdı. Mən ona niyə təqdim edəcəm? Çox gözəl danışdınız. Müəlliməsi də çox gözəl danışdı. Yine danışdınız ki, maliyə qoymadınız. Ne bizdə oxumuyor, ne bizdə doğulmuyor. Ama bizim şəhidimiz sayılır. Bizim şəhidimiz bilmədi. Güzel insanlara sahip çıkanlar çok olur. Şəhidimizlə qürur duyuruq. Azizə xanım. Yazanda yazır, qadın alım, qurban olun deyir. Bu şəhid anaları bizləri elə deyəndə mən yerə gedirəm. Biz sizlərin qadınızıq. Biz sizin balalarınıza qurban olaq. Siz o kadar korkursunuz ki birden xalq onları unutar. Bak o qorxunu hiss edirəm. O qorxunu hiss edirəm. Yoxsa balan gedib onsuz da. Balan gedib onsuz da. Sən 5 ildə uca bilirsən ki balan gedib, qayıtmayacaq. Amma başqa qorxu buyurur analары, ailələri. Mən onu duyuram. Unudulmaz qorxusu. Çox gözəl dediniz. Şəhid unudulanda ölür. Biz onları unutmayacağıq. Biz onları heç vaxt unutmayacağıq. Və dediniz Allah adamıydı. Biz də bu il 5 il münasibətinə ki zəfərimiz 5 illiyi gəlir. Bizə o zəfəri qazandıran oğlanlara. O oğlanları bizim xalqımıza verən, yetirən valideynlərə, analara, atalara borcumuz olaraq biz bu bütün şəhid ailələrində oluruq Samıq rayonu üzrə. Və hər birinə də eyni bir tablo, Allah kəlamı var. Çünki o evlatların yerini nə qədər təsəlli versən də olası deyil. Bir təsəllimiz yenə Allah kəlamıdır. Allah kəlamıdır ki, onlar uca məqamdadırlar. Onlar uca məqamdadırlar bacı. Onların yeri gözəldir. Onların yeri rahatdır. Və deyirlər cənnət anaların əyrantıdadır. O cənnətli analar sizsiniz. Allah sizi balalarınıza cənnətdə qovuşturacaq. Amin. 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 Allah sizləri var etsin. Allah sizlərə sabri versin. Allah yerdə qalan balalarınızı qorusun. Bunu mən sizə verirəm. Siz bunu Elməddinin hesabında, onun şəkillərinin yanında bir gözəl yerdə asarsınız vallahi kəlam. Mənim də bir iki Sağ kəlmə olun sözüm var müəllim. qadına. Xoş sözləriniz üçün, hədiyyəniz üçün çox sağ olun.